Bizdə çox dəbdiyəm, bəzi nazirlər, bəzi məmurlar çıxır, öz sahəsi ilə bağlı şikayət edirlər. Öz sahəsidir, elə təhsil nazirinin özü də. Ya ki, bacarmırsan, istefa ver, get. Sənin sahəndə mən neyniyim? Bax, mən sənin sahəndə olan problemə mənə niyə şikayət edirsən ki? Mən oturum səninlə bir yerdə ağlayayım, dərs mal götürüm, sonra... Yox, amma unikal bir variantdır ki, müəllimlər saat 9-dan 6-ya qədər işdə olacaqlar və təhsilimiz yüksələcək. Bəli. Müəllimlər məktəbdə olsun. Hələ haşiyə olaraq bu məsələyə də bir fikrimi bildirim. Bilirsiniz, bəlkə də belə bir ideya var, bilmirəm. Crazy ideyadır belə. Bəlkə də məktəblərdə, nə bilim, dərzi sexi açacaqlar, corab toxutduracaqlar, köynək tikəcəklər, nə bilim, tort bişirəcəklər. Yəni müəllimlərin maaşı azdır. Deyiblər ki, qal da evə gəlib nə edəcəksən? Evdə də dığdıq, nə bilim, ged onun corabın yu, nə bilim, uşaqlara bax. Elə qal burada corabdan, köynəkdən toxu, sataq olub mənim maaşı var. Başqa bunun anlamı yoxdur. Məntiq yoxdur. Bunun anlamı yoxdur. Yəni saat 9-dan 6-ya qədər iş rejimi nə deməkdir ki, müəllim üçün? Nə deməkdir də? Sadəcə o sən individual məşğələ ilə məşğul olma deməkdir. Amma o da anlamır ki, o müəllimə istəsə məktəbin otağını götürəcək kirayə. Elə də eləyəcəklər və elə də eləyirlər də. Amma müəllimlərlə özü az da deyirlər də, olan sayı 10 minlərlədir. Müəllimlərlə də hökumət arasında bir centilmen anlaşması var idi, uzun illərdir. Siz məni görmürsünüz, mən də seçkidə gəlirəm, sizi görürəm. Yəni bax, bu anlaşma da pozulacaq. Onda nə olacaq? Mən şəxsən buna razıyam. Tək ki, pozulsun bu anlaşma. Mən razıyam. Amma müəllimlərin saat 9-dan, nə bilim, 8-dən 6-ya qədər oturmağının mənasını anlamaq istəyirəm. Yenə deyirəm, yeganə mənası ola bilər ki, sexlər açılır məktəblərdə. Bunlar işlə təmin olunur, əlavə işlə. Müəllimdir, getdi coğrafiya müəllimi. Dərsin dedi, gəldi corabını toxudu, satdı, çıxdı, getdi evə. Başqa nə? Müəllim o saatda, mən tam məntiqli sual verirəm, heç belə deyək, istehza eləmirəm. Müəllim saat 2-dən sonra dərsini qutar, amma 6-ya qədər orada oturmalıdır. Mən sevinç öz uşağımı pulsuz şəkildə o müəllimin yanına göndərə bilərəm ki, məsələn, təranə müəllimi, sən məktəbdəsən bu gün, riyaziyyat müəllimi olaraq da sən sertifikasiyadan keçmisən, yüksək səviyyəli müəllimsən, mənim uşağımı hazırlaşdırıb dövlət sənə maaş verir. Onu eləyəcəkmi müəllimə? Heç yox, təbii ki yox. Eləməyəcək. O zaman o siz demiş ki, o boş divara baxıb nə edəcək? O mənə nə verəcək? Bunun yeganə, bəli, kursların bazarını artırırlar da, hazırlıq kurslarını. Müəllim yanına gedə bilməyən gedəcək hazırlıq kurslarına. Həmin müəllim olmalıdır hazırlıq kursunda da. O da məktəbdən ərizə yazıb çıxacaq. Deyəcək, istəmirəm sənin 700 manat maaşını. Bəli. Gedib oturacam 2000 manat maaş alacam kursda. Onda nə olacaq? Zaten bizdə çatışmır da, regionlarda ümumiyyətlə müəllim çatışmamazdır. Hamı Bakıyadır, zaten Bakıya köçür. Yəni bütün bunların bir məntiqi olmalıdır. İstənilən məmur, istənilən açıqlamanı verəndə bunu izah eləməlidir. Mənim kefim belə istəyir, yuxuda gördüm, Ərəbistanda belədir. Bu işləmir də bu. Çabalama var ortada. Mən Emin Əmrullayevin simasında bir cəhdləri görürəm. Hər gün bir kreativ bir şeylər çıxır ortaya, amma nəticə yoxdur. Mən onu da deyim ki, açığın deyim ki, ən bəyəndiyim nazir. Bəli, mətbuata da biraz açıqdır. Tam ciddi deyirəm, ha, tam bu sarkazmsızdır. Ən bəyənim, çünki ən açıq, ən belə deyək də, öz işinə də, bəzi məsələlərə də həddindən artıq tənqidi yanaşan, bəzən çarəsizliyini dilə gətirən. Çox material verir mətbuatı. Bəli, elə qəribə açıqlamalar olur ki, bir-iki də həm də çarəsizlik ifadəsidir də o. Əslində etirafıdır ki, belədir də, neyiniyək. Amma bütün bunlara baxmayaraq istənilən açıqlama, bunu yeganə belə deyək də, inkişaf elətdirən məntiqi ola bilər ki, artıq müəllimlərin repetitorluğundan da vergiyə cəlb olunması prosesi olacaq. Sonra bir icazə verəcəklər ki, yaxşı, 2-də işini qutardın, gəlir məktəbdə boş sinif var. Ged orada dərsini denən. Yenə belə qaçırıq da sağlamamızı. Yenə dərsini denən, amma 10%, 5%, 3% gətir. Yox, rəsmi vergi. Get vöyün aç. Sonra da İqtisadiyyat Naziri də çıxıb deyəcək ki, gördünüz, bizdə iş yerləri açıldı, bizdə vöyünlərin sayı bizdən birə 100 min. Hamımız bir-birimizi alladırıq da bir sözlə. Bəli, tamamilə doğrudur və bu iqtisadiyyatda bu dəvəquşu siyasəti artıq gətirib o yerə çatıb ki, problemləri görməzdən gəlməklə onların həll olunduğunu düşünən bir beyin bu iqtisadiyyatdan baş çıxara bilmir də artıq. Və hüquqşünasların idarə etdiyi bir iqtisadi rejimdə yaşayırıq, sistemdə yaşayırıq. Bizdə iqtisadiyyatı hüquqşünaslar, çox gözəl hüquqşünaslardır hamısı. Fantastik, çox şəxsən bildiklərim məsələləri də var, tanıdıqlarım da var da. Fantastik hüquqşünaslardır, doğrudan deyirəm. Həm təhsilləri, həm praktikaları, həm elmi bilikləri hüquq sahəsində çox gözəldir. İstəyir İqtisadiyyat Naziri olsun, Maliyyə Naziri olsun, başqa iqtisadiyyatla məşğul olan. Amma iqtisadi təfəkkür tamam fərqlidir. İqtisadi təfəkkür hüquqla, legalizmlə uzlaşmır. Tamam fərqli yanaşmalar tələb edir. Tamam başqa düşüncə tərzi tələb edir. Çünki iqtisadiyyat dəqiq elm deyil.